Siz dediniz Qobustan deməli deyilir, Qabustan demək. Bəli, Qabustandır. Nə deməkdir Qabustan? Demək, Qabustan, Qabusnamə ilə vəhdətdə olan sözdür. Sadəcə olaraq 1909-cu ildə Lətif Kərimov çox gözəl yazır. Zeyvə xalçalarının monoqrafiyası adlı kitab çıxır. Bu xarici ölkələrə verilir, səhvən Qobustan adı ilə. Ondan sonra Qobustan adı artıq görür. Hollandiya, Amerika, Fransa, bax bu akademiyanın 4-cü etajda, bunu mənə Budakov dedi, Lətif Kərimov çağırdı, dedi, məktub gəlib ki, siz Qabustanı niyə Qobustan elədiniz? Məndə 11 fakt var. Bura Qabustandır. Misal üçün, Abbasqulu Abbasxanov Gülistan İran əsərində 3 dəfə Qabustan yazır. Deminski sadəcə olaraq onun Pristav Agit Deminskinin kitabında təhrif olunub Qobustan kimi gedib, mən beləyə yenə düşdü. 40-cı illərdə başladı yazı. Məndə neft sənayesi məlumatlar toplusu var. Hamısında Qabristan, Qabustan gedir. Yəni qədim Qabustan. Qədim Roma deyil, qədim Yunanistan deyil, qədim Qabustandır. Mənası nədir onun? Tərcümə edir. Qabil ehtiram, baş əylənmir. Qabusnamə ilə vəhdətdə. Qab məkan deməkdir, Udin dilində. Buz öpüş yeri, ziyarət yeri. Buz, Qabusnamə, müqəddəs namə. Qabustan müqəddəs yerdir. Yəni dünya ziyarətgahı qibləgah kimi ora gəlib. 12-ci legion, ərəblər özü, Sezar, hamısı bura ziyarətə gəlib. Ziyarət məkanı mənasını verir. Qabil ehtiram, ehtiram olunan yer, baş əyilən yer. Siz Qobustana aid 7000 işarəni deşifrə etmişsiniz. Hamısının şifrə, mən indi baxıram o şifrələri. Nəinki Qobustanda 17 ölkədə var. Mən bunu, mənim sadəcə çıxışım yoxdur lazımı səviyyədə. İngilis dilində ki, dünya ölkələrinə çatdıraq ki, biz o 17 ölkədəki işarələri oxuya bilirik. Onun da biri açılmayıb. Heç biri açılmayıb. Mən bunu səmimiyyətlə deyirəm və şuurlu şəkildə deyirəm ki, petrol evlərin biri də açılmayıb. Orada bütün bəşər tarixi oturub orada, kalendar oturub orada, yayılma nöqtəsi oturub orada, dünyanın yaranması, dağılması, atom nəzəriyyəsi oturub orada. Böyle deyil.